Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Günəş və Balıqlar adlı Afrika nağılını danışacağam. Bugün ulduzlar ayın uşaqları kimi onun başına yığışıb hər gecə necə parlayırlarsa, çox qədim zamanlarda Günəşin də ətrafında öz uşaqları var idi. Günəşin çox uşağı vardı. Hərəsi də kiçik bir günəş olduğundan o zamanlar hava çox isti olurdu. İnsanlar gündüzlər daxmalarından çıxmazdılar. Buna görə də çox çətinliklə yemək tapır, çox vaxt ac qalırdılar. Hamı çox kədərli idi. Ay da bu vəziyyəti anladı və insanlara kömək etmək istədi. Bir gün Günəşin yanına gedib dedi: "Dostum Günəş, bizim övladımız çoxdur və bu uşaqlar həqiqətən də insanlar üçün çox problem yaradırlar. Əgər sən də razısansa, biz bu uşaqları bir-bir torbaya doldurub suya ataq. Bir müddət orada qalsınlar." İnsanların əzab çəkdiyini görüb onlara kömək etmək istəyən Günəş bu təklifi qəbul etdi. Ay torbaya xeyli çınqıl doldurub yenidən Günəşin yanına getdi. Torbadakıların ayın balaları olduğunu düşünən Günəş də öz balalarını torbaya doldurub hər iki torbanı çaya boşaltdı. Amma gecə düşəndə Günəş ayın balalarının əvvəlki kimi göyün üzündə parladığını görəndə aldadıldığını başa düşdü və çox hirsləndi. "Məni aldatdın!" deyə bağırdı. "Sabah mən gedib öz balalarımı gətirəcəyəm." Ertəsi gün Günəş çaydan balalarını toplamağa başladı. Amma balaların sərin çayda üzməkdən elə xoşları gəlmişdi ki, çaydan çıxan balalar özlərini yenidən suya ya da dənizə atırdılar. Beləliklə, Günəş balalarının heç birini göy üzünə geri qaytara bilmədi. Bax beləcə balıqlar əmələ gəldi. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.